Salamlar, bugün dərsimiz Azərbaycanın daxili suları, Respublikamızın daxili suları haqqında video paylaşmışam. İnanıram ki, ona diqqətlə qulaq asmısınız. Əgər qulaq assanız, bu test toplusunu rahatlıqla yaza biləcəksiniz. Deməli, Lənkəran ovalığında torpaqların suvarılmasına istifadə olunan çaylar, Lənkəran ovalığının çayları, Lənkəran, Astara çay, Biləş çay, Təngərud çay, Bolqar çaydır. Ona görə burada cavabımız olacaq Y variantı, Lənkəran çay, Astara və Biləş çay. Azərbaycan Respublikasının tranzit çayları hansılardır? Tranzit çaylarımız Arpa çay, tranzit yəni başlanğıcını başqa ölkədən götürən çaylardır. Samur çayıdır, Qanıqdır, Qabırıdır, Arazdır, Kürdür. Bunlar tranzit çaylardır. Həmçinin İncəsudur, Tovuz çaydır, Ağstafa çaydır. Bunlar hamısı tranzit çaylardır. Araz çayının keçdiyi ölkələr hansılardır? Araz çayı bildiyimiz kimi Türkiyədən başlayır, Ermənistandan, İrandan və nəhayət Azərbaycandan keçir. Azərbaycanda Kürlə, Sabirabad rayonu su qovuşan kəndində Kürlə qovuşur. Azərbaycanın axarlı gölləri hansılardır? Axarlı göllər A variantında ilə verilibdir. Batabad, Qanlı göl, Maral göl, Göygöl və digərləri. Amma Kürün axmazları axarlı göllər deyil və şorsulu göllərdir. 5-ci sualda axıma əsasən Respublikamızdan kənarda formalaşan çaylar, yenə həmçinin tranzit çaylardan söhbət gedir. Arpa çay, Oxçu çay. Oxçu çay Azərbaycandan kənarda, yəni tranzit ən çox çirklənmiş çaydır. Qanıq və Samur çayları B variantı doğru cavab olacaq. Baş-Qafqaz və Murov dağlarından axan çaylar üçün ümumi olmayan cəhət. Ümumi olmayan cəhət, daimi buzlaqların suları ilə örtülü qidalanırlar. Bəli, ümumi deyil, çünki daimi buzlaqlar Böyük Qafqaz dağlarında, Baş-Qafqazda var, amma Murov dağda yoxdur. Elə ümumi olmayan cəhət A variantı olacaq. Naxçıvan ərazisində Araz çayının qolları hansılardır? Naxçıvan ərazisində Araz çayının Arpa çay və Ordubad çay adlı iki qolu var. A variantı olacaq. 8-ci sualda Azərbaycanın uçqun və bənd mənşəli gölləri. Göllərlə bağlı yaxşı bir video paylaşmışam. Qəşəng videodur, şəkillərlə inanıram ki, izləmişsiniz. O videonu da Azərbaycanın uçqun bənd mənşəli gölləri, Göygöl və Maral göl, Ağsu çayı, Kəpəz dağının qarşısını kəsmiş və bu uçqun mənşəli göllər yaranmışdı. Azərbaycanda sellərin daha güclü və dağıdıcı müşahidə olunduğu çaylar. Sellər ən çox bilir ki, Böyük Qafqazın cənub-şərqindən axan çaylar üçündür. Yəni Şin çay, Kiş çay, Əyri çay, Qanıq, Qabırı və s. Kürmük çay cavabımız olacaq B variantı. Amma palçıqlı sellər desə, uşaqlar, bu daşlı palçıqlıdır, dağıdıcı sellərdir. Amma palçıqlı sellər desə, Abşeron, Qobustanın və Naxçıvanın çaylarını rahatlıqla götürə bilərik. Axmaz və meandrların əmələ gəlmə ardıcıllığı. Axmazlar çay üzərində yaranır. Kürün axmazları, Kür çayı bunlarla məşhurdur. Meandrlar yaranır, ondan sonra axmaz göllər yaranır. Ona da misal Kür çayıdır, B variantı olacaq. 11-ci sualda Qobustan çaylarının yayda quruma səbəbi. Çünki yayda ona görə quruyur ki, yağış sularla qidalanan çaydır. Qobustanda yayda quruyan çayların olma səbəbi yağış sularla qidalanan çaylardır və yayda yağıntı düşmədiyi üçün çaylarda suyu qutarır. Hətta kör mənsəbli çaylar deyilir bunlara. Yəni mənsəbinə gəlib çata bilmir hətta. 12-ci sualda mənbəyini Böyük Qafqazın cənubundan götürən Kürün sol qolları. Ümumiyyətcə, Böyük Qafqazdan başlayan çaylar Kürün sol qollarıdır. Böyük Qafqazın cənubi yamacından götürən çaylar ümumiyyətcə Şirvan düzünün çaylarıdır. Əlcan çay, Türyan çay, Göyük çay, Girdiman çay və Ağsu çaydır. Cavabımız B variantı Əlcan çayı olmasa da, yəni o da olsa, onu da götürə bilərik. 13-cü sual. Mənbəyini Kiçik Qafqazdan götürən Kürün sağ qolları. Kürün sağ qolları Kiçik Qafqazdan götürən bütün çaylardır. Yəni bu olacaq Şəmkir çay, Gəncə çay, Zəyim çay, Tərtər çay. Burada yəni Qarqar, Xaçın bunları da götürə bilərik, ancaq adları verilmədiyi üçün götürməmişik. 14-cü sualda Araz çayının sol qolları deyəndə Naxçıvan çaylarından söhbət gedir. Arpa çay, Ordubad çay və Gilan çay. 15-ci sual Xəzər dənizinə birbaşa tökülən çaylar. Xəzərə birbaşa tökülən çaylar Böyük Qafqazın şimal-şərqinin çayları, Abşeron, Qobustanı və yaxud da Lənkəran çaylarını götürə bilərdik. Burada Samur, Qusar, Qudiyal, Bəlbələ, Lənkəran D variantı tamamilə doğru variant hesab olunur. 16-cı sualda Mingəçevir su anbarına tökülən çaylar hansılardır? Mingəçevir su anbarına tökülən çaylar Kür, Qanıq, Qabırı, Samux rayonu ərazisində Qanıq, Qabırı Kür çayına tökülür və Mingəçevir su anbarı ümumiyyətcə Kür çayının üzərində yerləşən ən böyük su anbarıdır həm də. 17-ci sualımız, deməli,
Azərbaycanda palçıqlı sellərin bayaqlar dediyim kimi, Azərbaycanda palçıqlı sellər Abşeron, Qobustanda, Naxçıvanda, Acınqır, Ceyrançöldə, yəni yağış sularda qidalanan ərazilərdə, quru ərazilərdə daha çox yayılıb. Bəs daşlı palçıqlı sellər bayaqlarda dedik. Daşlı palçıqlı sellər Qanıq Ərçayın çayları, Böyük Qafqazın cənubundan axan Şin çaydır, Kiş çaydır, Əyri çaydır. Bunları götürə bilərik. D variantı doğru cavabımız olacaq 18-də. 19-cu sualda Candargöl, Sarısu, Böyük Şor göllərinin oxşar cəhətlərini bizdən istəyir. Göllər haqqında videomuza baxsanız, bu göllər üçü də deməli düzənlik gölləridir deyə bilərik. Sarısu, Candargöl meandırdır, yəni axmaz mənşəli göllərdir. Kürün meandırlarıdır. Candargöl okean səviyyəsindən yuxarıda yerləşir. Böyük Şor isə tektonikdə yerləşir. Ona görə oxşar cəhət biz nə relik götürə bilmərik, onlar üçün də şirin sulu götürə bilmərik. Sadəcə düzənlik göllərdir. Böyük Alagöl və Acınqır göllər üçün bunlar tektonik mənşəli göllərdir. Bu barədə də demişəm. Sarısu, Ağgöl və Hacıqabul gölləri bunlar kürün axmazlarıdır. Sarısu, Ağgöl, Hacıqabul, Mehmangöl və Candargöl. Bunlar kürün axmazlarıdır. Yalnız Candargöl okean səviyyəsindən yuxarıdadır demişdik. 22-ci sualda Qusarçay və Qudyalçayın ilin isti dövründə gürsü olmağının səbəbi nədir? Çünki bunlar buzlaqla qidalanırlar. Buz suyu da ancaq yayda buz əridiyi üçün, yəni həmin çaylar ilin isti dövründə gürsülü olurlar. Abşeron çaylarının əksinə, Abşeron çayları bilir ki, yayda əksinə qurulurlar. Azərbaycanın axımı tənzimlənməyən çaylar, axımı tənzimlənən o deməkdir ki, yəni üzərində su anbarı olan çaylardır uşaqlar. Şin çaydır, Katex çaydır, Göy çaydır, Gilgil çaydır, bunlar üzərində heç bir su anbarı yoxdur. A variantda məsəl üçün Samurda, Arpa çaydır, Tərtərdir, buradan getdi, belə Kür çaydır. Bir çoxlarını çıxanda elə yerdə D variantı rahat şəkildə qalır. Azərbaycanın axımı tənzimlənən çaylar, yəni üzərində su anbarı olan çayları deyir. Araz çay, Ağstafa çay, Tərtər çay və Arpa çay. Bunlar dördü də axımı tənzimlənmiş çaylardır. Azərbaycanın şorsulu gölləri. Azərbaycan şorsulu gölləri hansılardır? Böyük Şor, Acınqır, Masazır, Binəqədi. Bunlar bilirik ki, relik göllərdir, yaxud da qalıq tektonik göllər sayılır B variantı. Qusarçay və Lənkərançayın su rejimindəki əsas fərq nədən ibarətdir uşaqlar? Əsas qidalanma mənbələri bunlarda fərqlidir. Qusarçay buzlaqla qidalanır, Lənkərançay yağış sularına qidalanır. Ona görə A variantı cavabımız olacaq. 27-ci sualda Böyük və Kiçik Qafqazda çay şəbəkəsi sıxlığının düzənliyə doğru azalmasının səbəbi nədir? Təbii ki, dağlardan düzənliyə doğru iqlim quraqlıqlaşır. Quraq iqlim olduğu üçün də çay şəbəkəsinin sıxlığı azalır. Adi vəziyyət C variantı olacaq təbii ki. Məsələlər: Kür çayının aşağı axarında yatağın ən kəsin sahəsi 580 kvadrat metr, çayın orta axın sürəti 0,9 metr saniyə olarsa, onun su sərfini hesablayın. Bunun üçün deməli biz Q bərabərdir F və düsturundan istifadə edəcəyik. Q bərabərdir F vurur V. Çayın su sərfini tapmaq üçün ən kəsin sahəsini sürətinə vurmaq kifayətdir. 580-i, yəni ən kəsin sahəsini 0,9-da vuranda 522 edir. Cavab C variantı olacaq. Qudyalçayın su toplayıcı hövzəsinin sahəsi 800 kvadrat kilometrdir və hövzədəki çayların uzunluğu 400 kilometr olarsa, çay şəbəkəsinin orta sıxlığını hesablayın bizdən istəyir. Bunun üçün nə edəcəyik? Düsturumuzda, yəni 1 saniyədə keçən suyun miqdarı su sərfi idi. Amma sıxlığı tapmaq üçün çayların ümumi uzunluğunu ərazinin sahəsinə bölməklə tapmaq olur. Yəni 400-ü 800-ə böləcəyik. Cavab 0,5 eləyəcək. Daha sonra 30-cu sualda Azərbaycanın sərhəd çayları. Azərbaycan sərhəd çayları hansılardır? Araz çayı, bunu hər birimiz bilirik. İranla Azərbaycan arasında sərhəddədir. Qanıq çayını deyə bilərik, bir də Samur çayını deyə bilərik. Qanıq Gürcüstanla, Samur Rusiyanla sərhəddə. Azərbaycanın variantımız nə oldu? C variantı. Azərbaycanın İranla dövlət sərhədi hansı çaylardan keçir? İranla sərhədimiz Araz, Astara çay və Bolqar çaydan keçir. Kiçik Qafqaz dağ sistemində zirvə aşırım və çayların müvafiq ardıcıllığını bizdən istəyir. Deməli, Gəmişdağdır. Gəmişdağda Zod aşırımı var. Çay olaraq da Kiçik Qafqazda Şəmkir çayı uyğun gələ bilər. Cavab C variantı olacaq. Zod aşırımı bilirik ki, özdə qızıl yatağı, Zod qızıl yatağıdan məhz Kiçik Qafqazda yerləşir. Kəlbəcər rayonu ərazisində. İkinci adı da Söyüdlüdür. 33-cü sualımızda deməli Kiçik Qafqaz dağ zirvəsi, yenə də dağ zirvəsi, vulkan və deməli biz burada nəyi götürə bilərik uşaqlar? Mən əminəm ki, mən cavablandırmamış, sizdə bəlkə də artıq cavab formalaşıbdır ki, Qoşqar dağ sistemində dağ zirvə ola bilər Kiçik Qafqazda. Böyük işıqlı
Bunlardan Böyük Şıxlada, Qızılboğazda yalnız B və Y variantında götürə bilərik ki, yəni vulkan zirvəsidir. Bir də çay deyərkən burada Həkəri çayını götürə bilərik. Mazlımçay Böyük Qafqazda yerləşir, kiçikdə yox. Ona görə B variantı olacaq. Azərbaycan ərazisində Kür çayı üzərində ardıcıl olaraq su anbarlarının yerləşməsinin səbəbi nədir? Sizcə burada nəyə görə Azərbaycanda, yəni ən çox da Kür çayı üzərində su anbarlar var. Çünki relyef, bir də həmin çay bol suludur. Çay üzərində su anbarı yerləşdirməsi üçün çayın suyu səviyyəsi yaxşı olmalıdır, bol sulu olmalıdır və relyef şəraiti uyğun olmalıdır. 35-də Qarabağ vulkanik yaylasında yerləşən göllər qrupunu istəyir bizdən. Vulkanik yaylada hansı göllərdir? Deməli, variantımız olacaq D, yəni Böyük Alagöl, Kiçik Alagöl və Qaragöl. Laçın rayonu ərazisində, bir də Kəlbəcər. Araz çayından çəkilmiş ən mühüm kanallar hansılardır uşaqlar? Araz çayından çəkilmiş ən mühüm kanallar Başmuğan, Başmil və Əzbəyov adına kanaldır. Deməli, Mingəçevir su anbarından çəkilmiş kanalları istəyir bizdən. Mingəçevir su anbarından çəkilibdir uşaqlar Qarabağ, Mil və Şirvan kanalları. Cavabımız nə oldu? C variantı. Kanallarda beton üzlüyün olmamasının nəticəsi nə olar? Beton üzlüklər olmadığı üçün biz izahda da vermişdik ki, torpaqlarda şoranlaşma artar. Mütləq beton üzlüklər önəmlidir. Azərbaycanda olan su anbarlarının əsas funksiyalarını müəyyən eləyin. Su anbarları nə məqsədlə istifadə oluna bilər? Çay axımını tənzimləməsi üçün ilk öncə, elektrik enerjisi kimi istehsal edilməsi üçün istifadə oluna bilər, bir də suvarma məqsədi ilə istifadə olunur. Böyük Qafqazın şimal-şərq yamacı çaylarının yayda bol sulu olma dövrü. Deməli, qar suları ilə, qar buzlaq suları ilə qidalandığı üçün biz bilirik ki, yay aylarında onlar bol sulu olurlar. Ona görə cavabımız olacaq Y variantı. Samur, Qusar, Qudiyalçay qar sularıyla qidalanan çaylardır. Ceyranbatan su anbarını qidalandıran əsas mənbə nədir? Ceyranbatan su anbarı demişdik ki, Samur çayından Samur-Abşeron kanalı çəkilib və Ceyranbatan su anbarını su ilə təmin eləyir. Məcradan kənarda yerləşən su anbarıdır. 42-də Şirvan kanalı və Qarabağ kanallarının başlandığı su anbarı istəyir bizdən. Bu da Mingəçevirdən başlayır. Qarabağ kanalı, Yuxarı Qarabağ kanalı Mingəçevirdən Bəhramtəpəyə qədərdir, amma Şirvan kanalı Mingəçevirdən Ağ çayına qədər davam edir. 43-də Araz çayının su toplayıcı hövzəsinə aid olan su anbarı. Araz çayının su toplayıcı hövzəsinə Arpaçay su anbarı daxildir. Digərləri Xanbulançay Lənkərandadır, digərləri isə Kür hövzəsi Sərsəngçayda Tərtərdə yerləşir. Azərbaycanda arteziyan sularının ən böyük ehtiyatları hansıdır? Meşə Qafqazda ən böyük arteziyan hövzəsi Kür-Araz ovalıdır. Cavabımız A variantı olacaq 44-də. 45 Talış dağları çaylarının qidalandığı əsas mənbələr hansılardır? Deməli, Talış dağları yağış və yeraltı sularda qidalanır. Təbii ki, Y variantı olacaq. 46-da Tərtər Həkəri, bunlar da yenə yeraltı sularla qidalanan çaylardır və vulkanik yayladan deməli başlanğıcını götürürlər. Azərbaycan ərazisində Araza tökülən çaylar hansılardır uşaqlar? Burada Oxçuçay, Arpaçay, Həkərçay aydın məsələdir. Digər çaylardan çıxanda Kür hövzəsinə daxil olan və yaxud da ki, Böyük Qafqazdan birbaşa Xəzərə tökülən çaylar, Lənkəran çaylarını çıxdıqda elə yerdə D variantı qalır. Daimi buzlaqların yaranmadığı dağ zirvələri bizdəki hündürlüyü 4000-dən aşağıda olan zirvələri götürəcək. Təbii ki, Böyük Kirs, Dəli dağ və Kəpəz. Şax dağı var, Tufan dağ var, Bazar düzüdür, Qapıcıqdır, Tufan dağıdır, Şax dağıdır. Bunlar çıxanda D variantında hamısı var ümumiyyətcə. Yarananlardır üçü də. Ona görə cavabımız Y variantı qalır. Tərtər çayının üzərində yerləşən su anbarı, Tərtərdə Sərsəng və Suqovuşan su anbarları var. Bilirik ki, A variantı olacaq. Kür çayının Kür çökəklik tektonik zonasında yerləşən gölləri istəyir bizdən. Kür çökəklik tektonik zonasında hansı göllər yerləşir? Baxaq. Deməli, Candar göl burada yerləşir, Acınuhur, bir də Hacıqabul. Kür çökəkliyi tektonik zonasında yerləşən göllər. Bəli, Abşeron Qobstanın göllərini götürə bilmərik qəti şəkildə. Naxçıvanı çıxırıq, Böyük Qafqazın şimal-şərqini çıxırıq, yəni Kür-Araz ovalında yerləşənləri götürə bilərik. Mil və Muğan düzənliklərini ayıran çay. Mil və Muğan düzənliklərini ayıran çay təbii ki, Araz çayıdır. Biri Arazın solunda, biri Arazın sağında. Muğan düzənliyi, Muğan düzü həm Kürün, həm Arazın sağındadır. Mil düzü Kürün sağ, Arazın solunda yerləşən düzənlikdir. Test topusunun sualıdır. Qanıq və Qabırı çaylarının töküldüyü su anbarı təbii ki, Mingəçevir su anbarına tökülür. Bayaqlarda dedik bu sualı.
Mənbəyi, mənsəbi okean səviyyəsindən aşağıda yerləşən, lakin Xəzərə birbaşa tökülməyən çay hansıdır uşaqlar? Təbii ki, Araz çayıdır, kürə tökülür. -11 metr dərinlikdə kürə tökülür. Amma birbaşa Xəzərə tökülmür. Hansı su anbarı çay dərəsindən kənarda yerləşir? Bayaq dedim, Ceyranbatan su anbarı çay dərəsindən, yəni məcradan kənarda yerləşən su anbarıdır. Y variantı. 55-də Respublikamızın bütün çaylarına aid ümumi xüsusiyyətlər nədir? Bütün xüsusiyyətləri odur ki, ümumi xüsusiyyət odur ki, daxili axarsız hövzəyə, yəni hamısı nihayətdə Xəzər dənizdə tökülür. Xəzərdəki daxili axarsız hövzədir. Dünya okeanına çıxan çay yoxdur. Astara çay, Mazlum çay, Bolqar çay və Araz çayları üçün ümumi xüsusiyyət nədir? 56-cı sualdan danışırıq. Təbii ki, sərhəd çayıdır bunlar. Bəli, 4-ü də sərhəd çayıdır. 57-ci sualda Başmuğan kanalı ilə Əzbəyev adına kanalın oxşar cəhəti. Bunu kanallar mövzusunda da demişdim ki, ikisi də Bəhramtəpə su qovşağından başlayır. Başmuğan da Əzbəyevdə, amma Başmil, Milmuğan su kanalından, su qovşağından başlayır. 58-də Respublikamızın su kanalları üçün səciyyəvi olmayan cəhət. Su kanalları üçün səciyyəvi, yəni aid olmayan cəhəti istəyir bizdən. Təbii ki, nəqliyyat məqsədli istifadə olunmur. Əsasən suvarma məqsədli istifadə olunur. 59. Qidalaması buzlaq və qar sularının mühüm rol oynadığı çaylar cavabımız Samur, Qusar, Qudyal çaylarından biri olmalıdır və yaxud da Daşağıl çay, daha doğrusu Daşağıl yox, deməli Dəmiraparan çay və Gilan çay. Cavabımız Y variantı olacaq 59. 60-da intensiv suvarma nəticəsində yayda mənsəblərini itirən və yaxud da buna dedik ki, kor mənsəbli çaylar deyə bilərik. Göyçay, Ağstafa çay, Girdiman çay bəzən suvarma çox getdiyi üçün Böyük Qafqazın cənubundan axan çaylardır bunlar. Kürün sol qollarıdır həmçinin. Gəlib tam kürə çata bilmirlər, mənsəbə çata bilmirlər. Azərbaycanda şoranlaşmanın qarşısını almasında böyük rol oynayan hidrotexniki qurğu sizcə hansıdır? Kollektor drenaj şəbəkəsi olacaq. Variantlardan hansında kollektor adı var? Təbii ki, Baş Şirvan kollektoru cavabımız C variantı. Suvarmada daha çox istifadə olunan çaylar. Ən çox hansı çayları biz götürə bilərik? Araz çayını, bəli, Türyan çay, Şirvan çaylarını götürə bilərik. Naxçıvan çaylarını götürə bilərik. Kür-Araz ovalının Arpa çayı məsəl üçün götürə bilərik. Ceyran keçməz, Pir Sahatdır, Sumqayıt çaydır. Bunlar Ceyran keçməz, yenə həmçinin var. Abşeron çaylarını qəti şəkildə çıxırıq. Biz bunlarda suvarmada istifadə edə bilmirik. Bizə yay aylarında əsas suvarma lazımdır. Onda da quruyur həmin çaylar. 63-də Araz çayının mənbəyi və mənsəbinin yerləşdiyi müvafiq ölkələr. Araz çayı başlayır Türkiyədən, tökülür Azərbaycana. 64-də Kür çayı üzərindəki su anbarı, Kür çayı deməli kaskad deyirlər buna, yəni ardıcıl tikilmiş su anbarlarına malikdir. Mingəçevir, deməli Şəmkir, Yeniçək və Varvara. D variantı olacaq. 65-ci sualda Azərbaycanın su anbarlarının sahəsinin azalmasına görə ardıcıllığını istəyir bizdən. Bunu mütləq özünüzdə qeyd aparın ki, Azərbaycanın sahəsinə görə ən böyüyü Mingəçevirdir, sonra Araz, Şəmkir və Sərsəng. Cavabımız 65-də A variantı olacaq. 66-cı sual. Mənbələrini Talış dağlarından və Böyük Qafqazın cənub yamacından götürən çayların bol su olmasının səbəbi nəyə görədir? Çünki orta illik yağıntı bu ərazilərdə çoxdur. Azərbaycanda ən çox yağıntı hara düşürdü? Böyük Qafqazın cənub yamacı və Talış dağlarına. Ona görə də həmin çaylar da bol sulu olurlar. Ona görə cavab olacaq 66-da A variantı. 67-ci sualda sxemi tamamlayan 3 təbii vilayətdən keçir. Mənsəbi okean səviyyəsindən aşağıdadır. Diqqətli şəkildə qulaq asırıq. Elə birincini oxuyanda bilirik ki, bu söhbət Araz çayından gedir. Tranzit çaydır və axımı tənzimlənir. Cavabımız Araz çayı olacaq. Kür çayı bir təbii vilayətdən keçir. Yadınızda saxlayın. Deməli, cədvəli tamamlayın. Kür çayı üzərində Mingəçevir ola bilər, Tərtər çayı üzərində Sərsəng ola bilər və yaxud da Kür çayı üzərində Varvara da ola bilər. Araz çayı üzərində Milmuğan, ona görə 68-ci sualımızın cavabı A variantı olacaq. 69-da deməli, yenə su anbarları, Kür çayı üzərində Şəmkir, Naxçıvan çayı üzərində Heydər Əliyev su anbarı. Aha, düzdür və Tərtər çayı üzərində Sərsəng cavabımız B variantı olacaq. Variantları qarışdırmayaq. Xəritədə rəqəmlərlə verilən çayların aid ümumi xüsusiyyətləri istəyir bizdən. Uşaqlar, Böyük Qafqazın cənubundan axan çaylardır. Təbii ki, bu çaylar nə demişdim? Daşlı, palçıqlı sellər yaradır. Daşlı və daşlı palçıqlı sellər yaradır. 71-ci sualda xəritə sxemində verilən aid olmayan deyir uşaqlar. Yenə indi bayaqki çaylardan söhbət gedir. Keçdikləri ərazilərdə yay quraq keçən yox uşaqlar. Bu ərazilər biz bilirik ki, qışı quraq keçən mülayim isti iqlimdə yayılmışdı. Yəni
Keçdiyi ərazilərdə qışı quraq keçən mülayim isti iqlim yarımtipi mövcuddur. Yay quraq keçən yox. Cavabımız C variantı səhv cavabdır. 72-də Əyri çayının üzərində yerləşən su anbarı və çayın sağ qolunu müvafiq olaraq müəyyən eləyin. 72-də Əyri çayın qolları Şin çay, Kiş çay və Daşağıl çaydır. Bunlar Əyri çayın qollarıdır. Əyri çay tökülür qanıqa, qanıq da tökülür kürə. Əyri çay kürün 2-ci dərəcəli, qanıq 1-ci, amma Şin, Kiş çayları isə olacaq kürün 3-cü dərəcəli qolları. Ağgölün sarı sudan fərqi nədən ibarətdir? Sizcə Ağgöl sarı sudan nəyə görə fərqlənir? Çünki həm də Ağgöl adına mühafizə obyekti var. Ağgöl qoruğu var. Ona görə cavabımız E variantı olacaq. 74-də özdəki su quşları, ceyranlar, su quşları qorunur. 74-də Azərbaycanın bol sulu çaylarına daxildir. Azərbaycanın bol sulu çayları ilə 74 A variantı gözə çarpır ki, Samur, Qusar, Qudyal çayları bol sulu çaylardır. 75-də Naxçıvançay və Tərtər çayının müvafiq olaraq eroziya bahisi. Eroziya bahisi yəni töküldüyü yer deməkdir uşaqlar. Tökülür Naxçıvançay Araza, Tərtər, Kürə. Mənbələrini Qarabağ vulkanik yaylasından götürən çaylar. Sizcə hansı çaylar mənbələrini vulkanik yayladan götürər? Arpa çay, baxmayaraq Ermənistandan keçir Azərbaycana gəlir. Tərtər, Həkəridə Ermənistan, Azərbaycan ərazisində elə Qarabağ vulkanik yaylasından başlayır. Böyük Qafqazın şimal-şərq yamacında kanyonvari dərələr yaradan çaylar. Qusar, Qudyal, Bəlbələ, Gilgil, bax bu çaylar bilirik ki, kanyonvari dərələr yaradır. Yaranma səbəbi də ki, yumşaq əhəngdaş suxurlardan keçdiyi üçün həmin ərazilərdə kanyonvari dərələr yaranır. Kiçik Qafqazda buna görə də yaranmır. Çünki maqmatik suxurlardır. Əsasən yağış sularla qidalanan çaylar, təbii ki, yağış sularla qidalanan çaylar biz götürə bilərik. Lənkəran və Abşeron, Qobustan çayları Pir, Saat, Ceyran, Keçməz və Vilax çay düzgün cavab olaraq götürə bilərik. Cavabımız D variantı olacaq. 2, 4, 6. 79-cu sualda Azərbaycanın daha çox çirklənmiş çaylarını müəyyən edin. Oxçu çay Azərbaycanda Oxçu çay Azərbaycan daxilində yox, amma tranzit ən çox çirklənmiş çaydır. Kür və Araz çayları həmçinin Azərbaycanda çirklənmiş çaylardır. Üçü də tranzit çaydır. Azərbaycanın yayda quruyan çayları, Abşeron, Qobustan çaylarını yenə götürəcək biz. Yayda quruyan çaylar uşaqlar. 80-ci sualda Abşeron çaylarını artıq yəqin hər birimiz bilirik. Sumqayıt çaydır, Ceyran, Keçməz və Pir Saat çaydır. Bir də Sital çay var. Araz çayının suyun səviyyəsinin ən yüksək və ən aşağı olduğu müvafiq ardıcıllıq may və avqust aylarıdır. Kür çayında isə ardıcıllıq olacaq sentyabr və aprel ayları uşaqlar. Kitablarda, yəni dərsliklərdə var, bunu bilməlisiniz. Azərbaycanda su eroziyasının ən çox yayıldığı ərazilər, su eroziyası, yəni məsələn suvarma kanalları çoxdur və yaxud da çaylar çoxdur deyə bilərik. Böyük Qafqaz və Kiçik Qafqazın orta dağlığı. Burada həm yağıntı, həm çayların başladığı yer bu ərazilərdir. Yağış çox düşür. B variantı ona görə də su eroziyasının ən çox olduğu yerlərdir. 84 Tərtər, Əlcan çay və Gəncə çayının oxşar xüsusiyyətləri nə ola bilər 84-də? Təbii ki, bunlar üçü də Kür çayının qollarıdır. İlin soyuq dövründə bol sulu olan çaylar. İlin soyuq dövründə yağışla qidalanan çaylardır. Yağışla qidalanan çaylardır. Məsəl üçün Viləş çay, Lənkəran çay, Astana çay. Yəni Lənkəran hövzəsinin çayları olacaq ilin soyuq dövründə bol sulu olan çaylar. Abşeron çayları da yəni ilin soyuq dövründə daha çox bol sulu olur. 86-cı sualda Azərbaycanda şor göllərin daha geniş yayıldığı ərazilər və bunun səbəbi Azərbaycanda şor göllər ən çox deməli axarsız göllərdir. Böyük Qafqazın şimal-şərq yamacında və Lənkəranda axarsız göllər olmaz. Lənkəranda axarsız göl olmaz. Böyük Qafqazın şimal-şərqində yox. Qusar maylı düzənliyi olmaz, amma onlar quraq ərazilər. Abşeron, Qobustan deyə bilərik. Bəli, Acınor, Ceyran çölü deyə bilərik. Böyük Qafqazın cənub yamacında deyə bilmərik. Qarabağda deyə bilmərik. Rütubətlənmə əmsalı vahidə bərabər olan ərazidə ümumiyyətcə yarana bilməz axmaz göl. Cavabımız olacaq C variantı. 87-də Azərbaycanda illik çay axımının yüksək olduğu ərazilər. Azərbaycanda illik çay axımı hansı ərazilərdə sizcə çox olar? Təbii ki, Böyük Qafqazın cənub yamacı, bunu mütləq birinci növbədə deməliyik. Bir də Lənkəran çayları, Lənkəran vilayəti 1-3 cavabımız A variantı olacaq. Axımı əsasən respublikamızın ərazisində formalaşan çaylar, yəni tranzit olmayan çaylardan söhbət gedir. Tərtər, Viləş, Qudyal çay, Türyan çay. Qalanlarında tranzit çaylar var. Araz çayı üzərində olan su anbarları hansılardır uşaqlar? Araz çayı üzərində Milmuğan su anbarı var, Bəhramtəpə su qovşağı var, bir də Xudafəri su anbarı var.
Azərbaycanda dağ buzlaqlarının yaranmadığı silsilələr hündürlüyü 4-dən aşağı olan zirvələrdir. Yan silsilənin çıxmaq lazımdır. Baş su ayrıcını və Zəngəzura çıxdıqda yerdə qalır zaten cavabımız. 91-də Azərbaycanda daimi qar və buzlaqların ərinti suları ilə qidalanan çayların əsas xüsusiyyətləri. Mənbələr qar xəttindən yaxınlıqda yerləşir, doğrudur. Yazda və yayın əvvəllərində bəli bol su olurlar. Əsasən Böyük Qafqazda yerləşirlər. Cavabımız nə oldu? B variantı. Tamamilə doğrudur. 92-ci sualda uşaqlar qurunç sularının başlıca qida mənbələri hansılardır? Qurunç suları, yəni yeraltı sulardan söhbət gedir. Bir, atmosfer yağıntılar ilə qidalanırlar. Həmin o qurunç suları başlıca qida mənbəyi oldu. Səth sularıdır, bir də hidrotexniki qurğulardan sızan sulardır. Cavabımız C variantı olacaq. 93-də Böyük Qafqaz silsiləsini, Baş Qafqaz silsiləsinin cənub yamacından axan çaylarda sel hadisəsinin əmələ gəlmə səbəbləri nədir? Bunu artıq bilirik hər birimiz ki, burada leysan tipli gör yağışlar yağır, yamaclarda böyük meyillilik var, həmçinin asanlıqla yuyulan suxurlardır. Ona görə cavabımız A variantı olacaq. 93-də. 94-cü sualımızda Araz çayına aid olan əlamətlər mənbəyini Bingöl zirvəsinə götürür. Bəli, Araz çayı mənbəyini Bingöldən götürür və mənsəbə okean səviyyəsindən aşağıdadır. Bayaq dedim, kürə tökülür, amma 11 metr dərinlikdə tökülür. Okean səviyyəsindən aşağıda tökülür, Xəzərə birbaşa tökülmür. 95-ci sualda deməli, suvarma kanallarını veribdir. Uyğunluq istəyir bizdən. Samur kanalı, Samur-Abşeron kanalı, Abşeron və Samurda və Çobalığını suvarır. Qarabağ kanalı isə Qarabağ və Mil düzənliklərinin suvarılmasına istifadə olunur. 96-cı sual. Araz çayını Kür çayından fərqləndirən xüsusiyyətlər nədir? Sizcə Arazı Kürdən fərqləndirən xüsusiyyətlər beynimizdə artıq formalaşır ki, qidalanma mənbəyi ola bilərmi? Qidalanma mənbəyi yeraltı sulardır. Araz çayında ən çox qidalanma yeraltıdır. Düzdür, Kür çayında da var yeraltı qar və yağış. Amma Araz çayında əsas qidalanma mənbəyi əsas sözünə görə götürürük. Yeraltı sular da A variantı olacaq. Hər ikisi Türkiyədən başlayır, hər ikisi tənzimlənmiş çaydır. Kür çayı üzərində ardıcıl tikilmiş su anbarlarının ətraf mühitə təsirinin mənfi nəticələri nədir? Tuğay meşələri məhv olmuşdur. Bunu mütləq bilməliyik ki, Kür çayı sahilində Tuğay meşələri var. Orada tikilmiş su anbarları həmin Tuğay meşələrini məhv etmiş, şoranlaşmanı gücləndirmişdir. 98-ci sualda deməli çayları verir, yəni də su vardığı əraziləri istəyir bizdən. Deməli, nəyə götürə bilərik uşaqlar? Biləş çay, təbii ki, Salyan düzü, Şəmkir çay, Gəncə Qazaq düzü, düzdürmü? Qudiyal çay, Samurda və Çobalığını suvara bilər. Tərtər çay, Qarabağ düzünün suvarılmasına və Göy çay, Şirvan düzünün suvarılmasında istifadə oluna bilər. Cavabımız nə oldu? A variantı. 99-cu sualda uşaqlar verilən çaylara müvafiq olaraq suvardığı ərazilər Türyan çay yenə həmçinin bayaqki tipdədir. Türyan çay suvara bilər Şirvan düzünü. Şirvan düzünün çayıdır zaten. Əyri çay suvarar Qanıq Əyri çayın, bu ərazinin çayıdır. Vəlvələ çay Lənkəran zonasının çayıdır. Sonra Arpa çay, Araz boyu mali düzənlikləri, Təngərüddəki Lənkəran ovalığı. Vəlvələ çay, mən Biləş çayına qarışdırdım, üzr istəyirəm. Vəlvələ çay deyəndə biz haranı götürə bilərik? Samurda və Çobalığı. Amma Biləş çay desəydi Lənkəran ovalığı götürərdik. Təngəruddakı Lənkəran ovalığı olacaq. Özdə eyni adlı şəlalə də var Təngərud çay üzərində. Təngərud şəlaləsi də yerləşir. Cavabımız oldu Y variantı. Və nəhayət 100-cü sual, hələ ki 100 izah eləyəcəm. 100-cü sual Tərtər çay, Astara çay və Həkəri çayın eroziya baizləri müvafiq olan ardıcıllığını istəyir bizdən. Eroziya baisi, yəni töküldüyü yeri istəyir. Kür çayı, Tərtər çay kürə tökülür. Astara çay Xəzər dənizinə birbaşa tökülür. Həkəri isə Araza, Araz kürə. Yəni Həkəri çayı Arazın qolu hesab edilir.